İlk önce bütün tədbir iştirakçılarına salamlayıram. Biz cəmiyyətin inkişafında vətəndaş məsuliyyətinin icraçı direktoruyam. Bir də Gənclər Təşkilatında iş rəhbərliyəm. Bizim bütün günü ümumiyyətcə gənclərlə həmsöhbət oluruq, gənclər arasında layihələr icra edirik, tədbirlər keçiririk. Cəmiyyət içərisində yaşayıb cəmiyyətdən uzaq, kənarda qalmaq qeyri-mümkündür. Biz bu günləri sosial şəbəkələrdə, istər Instagramda, istər TikTokda, Facebookda mentalitetimizdən kənar paylaşımları gördükdə gənclər üçün təəssüflənməmək qeyri-mümkündür. Biz də qeyri-hökumət təşkilatı olaraq müasir dövrdə onların maarifləndirilməsi ilə bağlı, asudə vaxtlarının səmərəli keçirməsi ilə bağlı tədbirlər həyata keçiririk. Biz hal-hazırda Gənclər Təşkilatı olaraq, cəmiyyətin inkişafında vətəndaş məsuliyyətinin təşkilatçıları olaraq biz 2024-cü ildə bütün tədbirlərimizi həyata keçirdik. İndi biz 2025-ci ildə artıq tədbirlərimizi icra edəcəyik. Biz 2024-cü ildə İşğaldan azad olunmuş ərazilərimizdə gənclərlə seminar-konferanslar keçirdik. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yəni İdarəçilik Akademiyasında gənclərlə seminar-konferanslar keçirdik. Onların maarifləndirilməsi ilə bağlı bir çox tədbirlərin həyata keçirdik. Daha sonra Bakı Dövlət Universitetində, Slavyan Universitetində, Bakı Dillər Universitetində biz onların səmərəli vaxtlarının, asudə vaxtlarının maarifləndirici tədbirlər keçirdik və daha sonra isə biz bilirik ki, dövlətimizdə bütövlüyündə gənclər siyasəti qlobal bir inkişafı əhatə edir. Ona görə də gənclərin hər bir fikirləri bizlər üçün daha önəmlidir. Ona görə də gənclərin maarifləndirilməsində milli donor təşkilatlar, qeyri-hökumət təşkilatlarından geniş istifadə olunmalıdır. Onların maarifləndirici tədbirlərində daha çox gənclər iştirak etməlidir. Söz verdiyiniz üçün təşəkkür edirəm. Diqqətiniz üçün sağ olun.